Raport verdi Kaptan Ramazanlı Qurban. Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Ramazanlı Qurban Süleymanoğlu öz bilik və bacarığı ilə həm məktəbinin, həm də ölkəmizin adını uca tutur. Sinif rəhbəri Əzizova Rəna müəllimənin qayğısı və peşəkar rəhbərliyi altında Qurban kiçik yaşına baxmayaraq böyük uğurlar qazanaraq həmyaşıdlar arasında seçilən bir nümunəyə çevrilib. Bu istedadlı şagird müxtəlif beynəlxalq olimpiyadalarda parlaq nəticələr göstərib. O fənlərin dostluq olimpiyadasında qızıl və gümüş, eyni ilə PIMSO olimpiyadasında qızıl və gümüş medal, SASMO olimpiyadasında qızıl, AMO olimpiyadasında bürünc, TIMO olimpiyadasında qızıl, Kenguru beynəlxalq riyaziyyat yarışmasında bürünc medallar qazanıb. Ramazanlı Qurban yalnız beynəlxalq səviyyədə deyil, eyni zamanda ölkə daxilində də yüksək nəticələri ilə tanınır. BSG monitorinq imtahanlarında 4-cü siniflər arasında məktəbdə birinci yerə çıxaraq öz əzmini və hazırlığını bir daha sübut edib. Onun sınaq imtahanlarındakı nəticələri, dəqiqliyi və düşüncə sürəti müəllim heyətinin də diqqətindən yayınmayıb. Bu səbəbdən o dəfələrlə ayın şagirdi adına layiq görülüb, eləcə də Respublika birincisi kimi fəxri diplomlarla təltif olunub. Qurban sadəcə rəqəmlər və elmi biliklər sahəsində deyil, həm də nümunəvi davranışı, mədəniyyəti, mehribanlığı ilə sinif yoldaşları arasında sevilir və seçilir. O həm çalışqan, həm də alicənab bir uşaq olaraq müəllimlərin qürur mənbəyinə çevrilib. Bu balaca dahinin bugünkü uğurları gələcəkdə ölkəmizin elm və təhsil sahəsində söz sahibi olacaq parlaq bir şəxsiyyətin yetişməkdə olduğuna işarədir.